Yeşaya 50-ci fəsil. İsrailin günahına görə cəzası. Rəbb belə deyir: Boşadığım ananızın talağı hardadır? Borc verənlərimin hansı birinə satdım sizi? Siz şər əməllərinizə görə satıldınız. Ananız üsyankarlığınız üzündən qovuldu. Bəs nə üçün mən gələndə heç kim olmadı? Axı niyə mən çağıranda cavab verən olmadı? Məyər mənim əlim zəifləyib ki, xilas eləməyə qadir olmasın? Yaxud mənim sizi qurtarmağa gücüm çatmazmı? Mən qəzəbimlə dənizi quruduram, çayları səhraya çevirirəm. Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür. Mənəm göyləri zülmətə bürüyən, oranı çulla örtən. Rəbbin qulunun itayəti. Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O, hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim. Xudavənd Rəbb qulağımı açdı. Mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, saqqalımı yolanlara tərəf üzümü uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək elədiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi elədim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm. Mənə haqq qazandıran yaxındadır. Məndən kim mübahisə eləmək istəyir? Qoy məndən üz-üzə gəlsin. Kimdir rəqibim? Qoy yanıma gəlsin. Mənə kömək eləyən Xudavənd Rəbbdir. Kim məni təqsirkar çıxara bilər? Rəqiblərimin hamısı paltar kimi köhnələcək, onları güvə yeyib məhv eləyəcək. Aranızda Rəbdən qorxan, qulunun sözünə qulaq asan varmı? Qaranlıqda gəzən, nurdan məhrum olan Rəbbin adına güvənsin, Allahına arxalansın. Ey sizlər, od qalayıb qığılcımı qoruyanlar, hamınız öz odunuza, yandırdığınız qığılcımın içinə atılın. Mənim əlimdən aldığınız pay bu olacaq. Əzab içində qalacaqsınız.